Salam, necəsiz əziz izləyicilərim, TikTok, Instagram izləyiciləri, necəsiz, yaxşısınız? Mən şükür çıxdım, bugün saat 2'də çıxdım. Ailəm gəldi, qarşıladı, dostlarım gəldi, qarşıladı. İnanın, sabahdan akşama qədər getdim biraz kuaförə, muaförə. Özümə ancaq gəlmişəm, yəni bir 3-4 gün yayın olmayacaq. Gözəl mesajlarınızı gördüm. Çok teşekkür ederim. Yolda da hamımız yaxınlaşır. Allah ne bileyim qapını açsın falan. Çok sağ olun. Yani daha doğrusu açılıb şükür. Şükür çıxdım, azadlıqdayım. İnşallah 3-4 günə bir özümə gəlim. Ailəm yanımda da, ailəmlə, dostlarımla keçirim. Türkiyədən dostlarım gəlib məni görməyə. Onlarla bir güzel gün keçirim. Ondan sonra inşallah takipdə qalın Instagram və TikTok hesabımı. Mən sizə tarixi və saati deyəcəm nə vaxt açacağımı. Amma sabah mən TikTok, Instagram hesabıma gözəl bir video paylaşacağım. Hamınızdan gözəl like və yorum gözləyirəm. Hamınızı çoxlu sevirəm. Fan səhifələrim, gözəl yazanlar, qısqananlar, çatlayın, patlayın, yeni rekorlara devam eləyəcəyik inşallah. Son bir 3-4 gün dinlənin, özümə gəlim. Çünkü inanın Allah'a 10 kilo arıqlamışam. Bütün detaylı Velizar'ın hikayesi diye açıklayacağım her şeyi. Sadece biraz sabır gözləyirəm sizden. Sabah da video paylaşacağım. O videoya kalp, yorum. Öpürəm sizi, takipte kalın.